Salam əziz dinləyicilər. Bugün 8-ci sinif dərsliyindən məlumatların toplanması və təqdimi bölməsinə başlayırıq. Deməli, ilk mövzumuz külliyyat və seçimdir. Öncəliklə külliyyat və seçimin fərqini izah edeyim, ondan sonra keçək çalışma həllərinə. Baxın, elə istəyirsiniz buradan oxuyaq. Tədqiq olunan obyektdə geniş diapazonda dəyişən məlumat xas olduqda bu obyektə aid kiçik qruplar üzərində sorğu aparılır. Məsələn, sizə hər hansı bir müəssisədəki çalışanların nəyi sevib, nəyi sevmədiyi haqqında sorğu aparmaq göstərilir, təlimat verilir. Siz gedib orada bütün işçilərdən soruşmaq yerinə, məsələn, bir müəyyən bir qrupundan soruşursunuz, 10 nəfərindən soruşursunuz və orada müəyyən bir fikir sahibi olursunuz ki, bunlar bunu sevirlər və yaxud da ki, sevmirlər. Bax, bu külliyyatla seçimin fərqi odur. Külliyyat həmin o işçilərin toplusudur, yəni daha böyükdür. Seçim isə külliyyatın içindən olan müəyyən bir kəsimdir, müəyyən bir qrupdur. Aydındırmı? Külliyyat bütöv, daha çox geniş, seçim isə onun bir qoludur, yəni daha kiçik, daha az bir hissəsi. İndi gəlin misallara baxaq. Birinci sual deyir ki, düzgün hesab etdiyiniz cavabı seçin, fikrinizi əsaslandırın. Məktəbin yeməkxanasının müdiri şagirdlərin ən çox hansı yeməyi sevdiyini araşdırmağı planlaşdırır. Hansı qrupdan seçim edilsə, sorğunun nəticəsinə görə düzgün cavab vermək olar. A variantı müəllimlərin, B variantı yeməkxanada nahar edən şagirdlərin, C yeməyini evdən gətirən şagirdlərin, D məktəb rəhbərliyinin. Baxın, bizə nə lazımdır? Məktəb yeməkxanasında. İndi müəllimlərin buna nə kimi bir təsiri var? Düzdür, məktəb yeməkxanasında yemək yeyən uşaqların seçimi lazımdır. Deməli, müəllimlər getdi. B variantı doğrudur. Bizə çünki elə bu uşaqların fikirləri lazımdır. Çünki bunlar yemək yeyir. C variantı deyir, yeməyini evdən gətirən şagirdlər. Yeməyini evdən gətirən şagird bizə nə lazımdır ki? Bu burada yemir onsuz da. Onun nə sevdiyinin bizə bir önəmi yoxdur. D variantı məktəb rəhbərliyinin. Buradan alışveriş edən, yemək yeyən məktəb rəhbəri deyil ki, uşaqlardır. Deməli, bizə uşaqların zövqü lazımdır. Cavab oldu B variantı. 2. Seçim nümunəsi tədqiqat aparılan obyekt haqqında daha düzgün proqnoz verməyə imkan verirmi? Seçimin növünü müəyyən edin. Baxaq, deyir ki, müştərilərin nahar zamanı yeməkxanada neçə dəqiqə oturduqlarını yoxlamaq üçün hər 10 müştəridən birinin sifariş qəbzinə işarə qoyuldu. Baxın, qəbzə işarə qoymaqla, qəbz nədir? Qəbz onun nə qədərlik bir yemək yediyini göstərir. Onun neçə dəqiqə oturduğunu göstərmir ki. Ona görə bunun köməyi olmaz bizə. Nə etmək olardı? Məsələn, 10 nəfərdən birinin giriş-çıxış vaxtını yoxlamaq olardı. Bu şəkildə eləmək olardı, amma sifariş qəbzinin heç bir önəmi yoxdur. Yəni, orada ancaq biz aldıq məhsulun qiymətini görə bilərik. 2. İnşa ediləcək futbol meydançasının yerini müəyyən etmək üçün bir futbol komandasının oyuncuların fikri sorulmuşdur. İnşa ediləcək yeni futbol meydançasının yerini müəyyən etmək. Burada oynayan insanlar, futbolçular olacaq axı, düzdür. Futbolçularla da məsləhətləşə bilərlər, amma orada yaşayan əhali ilə də. Məsələn, əgər ki, həmin ərazidə futbolla maraqlanan əhali azdırsa, orada bir futbol meydançası tikməyin nə yeri var ki? Bu futbolçu onsuz da oynayacaq orada. Nə olur olsun oynayacaq. Amma oradakı əhalidən soruşmaq daha yaxşı olardı. Buna yəni cavab vermək düzgün saya da bilərik, saymaya da bilərik. Amma futbolçu onsuz da oraya gedəcək. Məncə əhalidən soruşsalar daha yaxşı olardı. Ona görə həm belə qoyuram, həm belə. 3. Şəhər bələdiyyəsi itlərin gəzinti üçün parklara çıxarılmasını əhalinin xoşuna gəlib gəlmədiyini öyrənmək istəyir. Bunun üçün evində it saxlayan 50 nəfərin fikrini soruşur. Baxın, siz tutalım ki, gəzinti üçün park yaratmayaq soruşursunuz və gedirsiniz. Kimin iti var ondan soruşursunuz. İti olan adam nə deyəcək ki, çox xoşuma gəlir. Təbii ki. Onda bizə ortaq, məsələn, 5 nəfər iti olandan 5 nəfər iti olmayandan soruşsalar, daha dolğun cavab verərdi. Yəni, bu da düzgün deyil. Çünki yalnızca iti olandan soruşmaq düzgün deyil. Yəni, öz mənafeylərinə cavab verəcəklər də. 3. Aşağıdakı məsələlərdə külliyyat və seçimi göstərin. Seçimin külliyyatı təmsil edib etmədiyini müəyyən edin və sualları cavablandırın. Deyir ki, rayon əhalisi arasında hər 10 evdən birində telefon zəng edilərək evinizdə neçə televizor var sualı ilə aparılmış sorğunun nəticələrinə görə məlum oldu ki, bu rayonda hər 10 evdən ikisində televizor var. Bu nəticəyə görə rayon üzrə
Hər 100 evdən neçəsində 2 televizor olduğunu müəyyən edin. Düşünmək olar. İndi qulaq asın mənə, bax. Sorğu aparırlar. Sorğuda kənddə ümumi 100 ev var. Düzdürmü? Bu bizim külliyyatımızdır, bütövümüzdür. Neçənci məsələ idi bu? 3-cü. Külliyyat burada dedik ki, bütöv olandır. A variantı. Külliyyat deməli dedik ki, həmin bu 100 evdə yaşayanlardır. 100 ev. Bu neçə nəfəri seçir? Bu 10 ev. 10 evdən birinə zəng vurur. Düzdürmü? 100-ü də 10 evə böləndə seçim də həmin o seçilmiş 10 evdir. 100-ü 10-a böləndə 10 evdir. 10 dənədən birinə. İndi bizə deyir ki, hər 10 evdən ikisində televiziya var. 10-da 2-dir. Keçdik tənasibədə. Yəni 100-də x. Belə deyək də. 10'da 2 hissəsində 2 televizor var. Onu da bütöv külliyyata vursaq, yəni 100 külliyyatımız 100-də vursaq 20 eləyir. Dəqiqə 20 eləyəcək. Aydındır. Gəldi ikincisinə. Telefon kitabçasının seçmə ilə müəyyənləşdirilmiş 100 nəfərdən rabitə qovşağının internet xidmətinin keyfiyyəti haqqında fikir soruşulub. Hər 4 nəfərdən 3'ü razı olmadığını bildirib, Müştərilərin neçə faizi xidmətdən narazıdır? Bu rabitə qovşağında 15.500 istifadəçi varsa, onların neçə nəfərin narazı olduğunu deyə bilərik. Baxın, telefon kitabından seçmə ilə müəyyənləşdirilmiş. Deməli, burada bizim seçimimiz həmin seçilmiş bu 100 nəfərin nömrəsidir. Yəni, bu 100 nəfər seçimdir. Elə bil ki, 100 nəfərə baxıb bu 15.000 adam haqqında fikir bildirəcək. Deməli, bizim külliyyatımız 15.500'dür. Çünki bütöv budur da. Yəni, mən bu seçimə görə külliyyatımı müəyyən eləməliyəm ki, razıdır, razı deyil. Yəni, bir qərar verməliyəm. 15.500. Bu oldu külliyyat. Seçilən adam 100 nəfər oldu seçim. İndi deyir ki, müştərilərin 4'də 3'ü xidmətdən razı deyil. Onu da vururam 15.500'ə. Görün bunun neçəsi razıdır. 15.500'ü 3'ə vurub 4'ə bölsək. Deməli 15.500 vurulsun 4'də 3. Bu da eləyir. Dəqiqə 15.500 niyə bu belə oldu? Aha, böl 4 vur 3. 11.625. Deməli, bu 11.625 nəfər razı deyil. Bunun qabağına x qoyuruq. Bizə lazımdır nə deyir? Bizdə narazı. Elə narazı olanlar bunlardır. Və deyir ki, neçə faiz? 4'də 3 neçə faiz deməkdir? Vururam 100'ə. 25, yəni 75 faiz narazıdır. 25 faiz də razıdır. 3-cü sual, 4-cü sual. Deyir ki, tədqiqatın nəticələrinə görə məsələləri həll edin. İnstitutda oxuyan bütün tələbələrin fikri soruşsaydı, neçə nəfərin bəli cavabını verəcəyini düşünmək olardı. Gəlin baxaq görək nə veribdir. Külliyyat 2000 tələbə. Aha, 2000 tələbə var. Təsadüfi seçim 40 nəfər. 2000 nəfərin fikri lazımdır, amma biz 40 nəfəri seçirik. 40 nəfərə görə 2000 tələbənin fikri haqqında özümüzdən proqnoz götürəcəyik. İnstitutda bədən tərbiyəsi dərsinə ehtiyac varmı? 12 nəfər bəli deyib, 28 nəfər yox deyib. Tələbələrin çoxu bədən tərbiyəsi dərsinə ehtiyac olmadığını fikirləşir. Düzdür. İndi bizə deyir ki, bütün tələbələr 40 nəfər seçilməyib, 40 nəfərin bəli cavab verəcəyi 12'dir. 40'da 12'si, yəni 10'da 3'ü bəli deyir. 40'da 28'i, yəni 10'da 7'si yox deyir. İndi bizə deyir tələbələr 2. Aha. 10'da 40 tələbədən tənasib qurmaqla həll eləyin deyir. Yoxsa kəsrdən daha rahat idi. 40 tələbədən 12 bəli. Bütöv tələbəmiz nə qədərdir? 2000 külliyyatdan x tələbə. Onda nə edirik x-i tapmaq üçün? 2000 vur 12 böl 40. Getsə ixtisar 5 50. 50'ni 12'ye vursam 600. İndi bizə 600 tələbə
Hə deyir. Yerdə qalan 1400 tələbə yox deyir. Bu da oldu belə. Keçdik 5-ci suala. Meşənin müxtəlif hissələrində təsadüfi seçmə yolu ilə ağacların gövdəsinin çevre uzunluğu ölçülüb, nəticələr cədvəldə verilib, histoqram qurun və tapşırıqları yerinə yetirin. Gəlin baxaq. Hər birinin görürsünüz ki, qabağında tellərlə və sayları verilib. İndi buna uyğun histoqram qurmalıyıq. Başlayaq. İndi deməli nə edəyək? Buradan belə bir ox çəkək. Histoqram baxın bu şəkildə qurulur. Bir də belə eləyək. Biraz uzadaq. Bunu kateqoriyalara bölürük. Neçə dənə kateqoriya var? 1, 2, 3, 4, 5, 6. 6 dənə kateqoriyamız varsa 2-2 ayıra bilərik məncə çatacaq. 3, 4, 5. Bunu da belə uzatsaq 6-cı kateqoriyada bu olsun. Aha. İndi bizə nə deyir? 21, 30. Bax. Bura olsun 21, 30'un. Bura olsun 31, 40'ın. Bura olsun 41, 50'nin. Bura olsun 51, 60. 61, 70. 71, 80. Burada da xanalar çox fərqlidir. 8-dən 35-ə qədər. Deməli, buranı 10 götürək. 40'a qədər lazımdır. Bura 10 olsun. Bura 20, bura 30, bura da 40 olsun. Üstünü silək bir damcı. Artıraq. Aha, bu da olsun 40. 10, 20, 30, 40. İndi 8 hardadır? Birinci 21, 30'lu 8'dir. 8 ondan bir damcı aşağıda. Baxın buranı götürək 8. Rəngləyirəm. Bu olsun 8'imiz. Yəni 21, 30. Keçdik o birisinə. Başqa rənglə rəngləyək. İndi 21, 31, 40, 28'dir. 20'dən keçib hardasa 28. 20'yə çox yaxın. Belə bir şey rəngləyək. Sizdə dəftər vərəqi olduğu üçün daha rahat bölərsiniz. Mən təsadüfi təxminən bölürəm yaxınlığına görə. Sonra gəldik 41-50-yə. 41-50, 35'dir. 30'u da keçək. Hardasa 30'dan 35, bu rahatdır. 30'dan 35'in tam içidir. Bir də çərçivəyə almıram bunu. Bu oldu 35. De bunu da alabilir. Bu deməli 8 idi. 28 idi. 35 idi. Tamamıyla vaxt etkisi bu. Aha, sonra 16. İndi 10 ilə 20, 15'i yarımı təzə keçib 16. Sonra təzədən 8, bununla eyni qədər. Təzədən 5. Bu da tam yarım. Buna deyək. Yaşıl renk. Buna da deyək. Renkli bir. Buna da mavi deyib yoxdur. Bu da oldu bu misalın həlli. İndi gəlin baxaq. Burada neçə dənə idi? 35, 16, 8. Burada da 5. Əsas məsələ suallara cavab vermək. İndi keçək suallara cavab verməyə. Təsadüfi seçim yolu ilə müəyyənləşmiş ağacın neçə faizinin uzunluğu 41 və 50 arasındadır. Gəlin baxaq. Burada neçə dənəsi var? 8-in üstə 28 gəlsək. 8 üstə gəl 28, üstə gəl 35, üstə gəl 16, üstə gəl 8, üstə gəl 5. Deməli burada cəmi 100 ağac var. 100 ağacımız var. 16 üstə gəl 8 üstə gəl 5. 100 ağacı var. Düzdürmü? Bu 100 ağacın bizə deyir ki 41 ilə 50. 41 ilə 50 arasında olan 35 ağacı var. Deməli
35'i böləcəm 100'ə, bütün ağacların sayına, yəni bu 100'ə. Vuracağım faizə çevirmək üçün yenidən 100'ə. O da 100'lər gedəcək, qalacaq 35 faiz. İkinci, meşənin ümumi sayısı 550 hektar olarsa, təxminən hər 110 metr kvadrat sahədə 3 ağac varsa, meşədə çevrəsinin uzunluğu 71-80 olan neçə ağac olduğunu demək olar. 71-80, gəlin baxaq. Burada 100 ağaca baxılıb da, düzdürmü? Bizim seçimimiz 100 ağacdır. Bizə lazımdır 71-80. 71-80 də 5 ağac var. Yəni hər 100 ağacdan 5'i bu aralığa aiddir. İndi deyir ki 550 hektar varsa və hər 10 metr kvadratında da 3 dənə ağac var. Gəlin baxaq. 550 hektar neçə metrin kvadratıdır? Bərabərdir metrin kvadratı. 1 ar 100 metrin kvadratıdır. 1 hektarda 1 ar 100'ün 100'ədir. 1 hektarımız da 10.000 metr kvadratıdır. İndi onda 550 hektarımız da 550 yanında da 10.000'ə vuracağıq. Təzədən metrin kvadratıdır. İndi bizə deyir ki, hər 10'da 3 dənə ağac var. Onda bunu bölək 10'a, vuraq 3'ə. 1 0 getsə sondan qalır yerdə 55 mi? 55 1 2 3 4 tane 0. 3 4. Bunu da vuracağım 3'ə. Bir tərəfdən də bizə 71-80 deyir deyə onun da 5 faizini tapacağım. Vurulsun 5 faiz. Onu da böləcəm 100'ə. 100 2 dəfə vergülü aparsa qalır yerdə 5500 vurulsun 3 vurulsun 5. Yəni 82.500. 82.500. Üçüncü, bu cür araşdırma aparmalı olsanız məlumatı necə toplayar və ya qeyd edərsiniz? Burada nə üçün tellə qeyddən istifadə olduğunu düşünürsünüz. Deməli, sizə də məsələn deyir ki, gedin ağacların gövdəsinin uzunluğunu ölçün. Neyəsiniz? Hər bir ağac tipindən ən azından bir neçə seçimə baxmalısınız ki, görək bunun diametri, çevrəsinin uzunluğu hansı tipə aiddir. Niyə tellə eləyirlər? Çünki bunun sayını gedib ardıcıl hazır vəziyyətdə deyil. Hər dəfə, məsələn, gedirsən bir ağac çıxır 31-40'dan, sonra bir ağac yenidən çıxır 41-50'dən. Hər dəfə eyni tipli ağac çıxmır deyə, hər dəfə də çıxdıqca bir tel atırlar. O birisindən olduqca bir tel atırlar. Ona görə hər biri eyni qrupa aid olmadığına görə birbaşa saymayla mümkün deyil. Bu yol daha rahatdır. Keçək 6-cı suala. Bir ailənin aylıq xərcləri cədvəldə göstərildiyi kimidir. Cədvələ görə dairə diaqramda verilən qayda ilə qurun. Hər məlumata uyğun dairənin hissəsini müəyyənləşdirin və dərəcə ilə uyğunlaşdıraq. Aha. Deməli, yemək 40%-dir, geyim 15%-dir, nəqliyyat 10%-dir, xidmət 15%, digər isə 20%. Bir dənə dairə çəkək. Qoy indi hamısını ya da 360'a vuraq. Bütöv çevrəmiz 360'dır. Düzdürmü? Onda biz bu faizləri gəlin 360'a vurmaqla tapaq. 360'ın 40%-i 144 edir. Bu yeməyə 144 dərəcə saxlayacağıq. 360 vurulsun 40%. Mən hamısı üçün belə tapmıram siz, amma dəftərinizə yazın. Sonra geyim 360 vurulsun 15%. Geyim 360 vurulsun 15%. Bu oldu 54. Mən davamını buradan birbaşa yazacağım. 54 dərəcə. Sonra 360 vurulsun 10%. 36 değil bu. Bu da 54 dərəcədir. 20% də 5'te 1'idir. O da 100. 360'ın 20% 72 eləyəcək. Bu da 72 dərəcə eləyir. İndi tam çevrəmiz 360 dərəcədir. Amma məndə transporter yoxdur. Mən ona görə təxmini olaraq göstərəcəm. İndi bilirik ki, çevrənin diametri onun 180. Bax, belə olsaydı
180 olardı. Deməli oradan biraz az eləməliyəm. 144 götürək. Hardasa bizə lazımdır 40%, 25% belədir. Bunu biraz keçir. Baxın, hardasa belə götürək. 40%. Bu olsun bizim yeməyimiz. Yemək. Yenə deyirəm, mən təxmini götürürəm. Siz transporteri qoyun ortadan, 144 dərəcəni ölçün və çəkin. Məndə təxmini alınacaq. Burada transporter yoxdur çünki. Qoy görüm, xətkeş var. Aha, deyəsən, var imiş. Bir dəqiqə. Hə, transporter düzdür. Yenə məndə çətin olacaq, amma qoy ölçək. Bunların hamısı vaxt aparan ancaq şəkilli sözlərdir. Vaxt aparan şeylərdir. Aha, buradan qoysa, bir ucunu belə çəksəm. İndi bunu eləyim ki, 144 dərəcə olsun. 144 artırmalıyıq deməli, 144. Hə, bir elə tam demək olar, düz çəkmişəmmiş. Bura oldu 100. Bura oldu 144 dərəcə. 40% və 144 dərəcə. Sonra deyir ki, geyim 15%. İndi bunu qoyuram bura. Buradan 15% axtarırım. Ortadan 15%. 15 dərəcəni 54 dərəcə daha doğrusu. 54 dərəcə. Ortadan qoyaq, belə qoyaq. 54 dərəcə. Təqribi götürəcəm. 15%. Bu qədər. 15. Bura olacaq. Bir geyim. Geyim. Bir dənə də 15% var idi. O da olacaq xidmət. Xidmət. Burada nəqliyyatdır. Bunun birini 10% götürək. Çox balaca. 10%. Nəqliyyat. Nəqliyyat. Birini də 20% digərə ayıraq. Yəni deyirəm, məndə xətkeşin şey olduğuna görə çox narahatdır onunla bölmək. Ona görə siz evdə transporterlə tam bölə bilərsiniz. Bunlar da rəhliyək ki, bunlar ayrı olduğu görsənsin. Belə. Bir dənə qaldı burada. Bu da oldu bizim diaqramımız. Keçdik digər çalışmaya. Daha doğrusu bunun şərtləri varmı? Hə, indi bunun şərtləri də var. Deyir ki, ailənin aylıq büdcəsi 960 manatdır. Hansı iki xərc ümumi büdcənin 5də 3 hissəsini təşkil edir? Bu da neçə manata uyğundur? Gəlin biz elə bəri başdan bütün xərclərini tapaq. 960-ın 40%-i onu vursaq, 960'ı vursaq 40'a eləyəcək. Vur 40%. 384 manat. Bu neydi? Geyim. Yox, yemək. Sonra 960'ı vururam 15%'e. 15%. 144 manat. Bir de var nəqliyyatımız. 960'ı vururam 10%'e. O eləyir elə 96. 960'ın 15%'i eləyir yenə 144. 960'ın 20%'i eləyir 192. İndi bizə deyir ki, hansı xərc ümumi büdcənin 5də 3 hissəsini təşkil edir? 960'ın 5də 3'ü 960 vurulsun 3 bölünsün 5. O deyilir 576. İndi bizə fikirləşin, hansı iki xərci birləşdirsəm 576 eləyər. Bizə lazımdır ki 576 eləsin. O da yalnız 40% ilə 20%-i
toplasam eləyər. Belə də ki, belə də fikirləşə bilərik. 5-də 3 isə 100-ə vuranda 60% deməkdir. 60%. İndi hansı ki ikisini toplasam 60% eləyər? Bir yeməyi toplasam 60 eləyər. Bir də yeməklə digər toplasam bizə 60 eləyər. Yəni cavab olur yemək və digər. B və ikinci sual. Ailə bu ay geyimə və digər xərclərin hər birinə büdcənin 10%-ni ayırmaqla qənaət edilən pulu yeməyə əlavə xərclənmişdir. Aha, bu məlumatları nəzərə almaqla cədvəli dəftərinizə köçürün və ona məbləğləri manatla ifadə edən sütun əlavə edin. Bu ay geyim və digər xərclərin hər birinə 10% ayırıb. Əvvəl geyim neçə faiz idi? 2. Əvvəl geyim 15% idi. Geyim 15% idi. İndi oldu geyim 10%. Düzdürmü? Pulun özü dəyişmir. Çünki buradan qənaət edilən pulu yeməyə xərcləyiblər. Yeməyin üstünə gəliblər. Artıq geyimimiz olacaq 10%. Burada hələ ki 5% itdi, getdi. Bir də digər. Digər xərclərdə də əvvəl 20% idi. Oldu digər xərclər 10%. Bu da 10% itirdi. 10% də buradan düşdü. Elə bil artıq yeməyin üstünə gələcək o. İndi olacaq qoy yemək. Elə birbaşa cədvəlimizi çəkək. Buralar xərclərin adı, yemək, geyim, nəqliyyat, xidmət, bir də burada digər qalıb. Digər. İndi burada olsun faiz. Burada olsun pulu. İndi yemək 40% değildi. 40% idi. Həmin bu 40%'in üzərinə buradan bizim qənaət edədiyimiz 15% də gəlir. Artıq yemək olur 55%. Sonra geyimdən aldı, geyim oldu 10%. Deyir ki, geyimi 10%'e düşürtdülər. Nəqliyyat onsuz da 10% idi. Xidmət 15 qalır. Digər isə 10%'e düşdü. İndi keçirik bunların puluna. 10% olanlar hamısı 960'ın 10%'idir. Yəni 96 manat, 96 manat, 96 manat. 15%'i bayaq hesablamışdıq. 144 manat idi. Bir dənə qalıb 960'ın 55%'ini tapmaq. O da 528 manat eləyəcək. Bu sualda bu qədər. Deməli, burada neçə misal qalıb? 3 dənə misalımız qalıb. Gəldi 7-ci suala. Binanın həyətindəki avtomobil dayanacaqlarının ləğv edilməsi barədə qərar vermək üçün bina sakinləri müzakirə yığışdılar. Sakinlərin yaşı və sayı haqqında məlumat Instagramda verilmişdir. Instagrama görə aşağıdakı addımları dairəvi diaqramda qurun. Müzakirədə iştirak edənlər 6. Sayıların veribdir. Bizə lazımdır diaqram. İndi gəlin baxaq, hamısını hissəyə keçirdək. 20-29 yaş arası 6 nəfərimiz var. 30-39 yaş arası 10 nəfərimiz. 40-49 18. 50-59 12. 60-69 8 nəfər. Deməli, yazıraq, baxaq görə ümumi neçə nəfər var? 6, üstəgəl 10, üstəgəl 18, üstəgəl 12, üstəgəl 8. 20, 32, 42, 48. 48 nəfər. Hansını unuttum? 18, 24, 34, 54. 54 nəfər adamımız var. İndi, baxın, dairəvi diaqramı çəkəcəyik. 54 nəfərin 6'sı bu yaş qrupuna aiddir. 54'ü 6'ya vuranda 9'da 1 eləyir təqribən. Onu da vururuq 360 dərəcəyə.
Görək bizə neçə dərəcə təşkil edəcək. Bu da 40 aparanda qalır 40 dərəcə. Deməli buna aiddir 40 dərəcə. 40 dərəcəlik bir yer ayıracağım. İkinci 54'də 10 nəfər vurulsun 360. Bu da 54 18'e bölünür 2 dəfə, 360 bölünür 20 dəfə. Bunu da aparanda 10. Buna lazımdır 100 dərəcə. Böyle bir 30-39'du. Üçüncü 54'də 18 nəfər vurulsun 360. Bu da 3'də 1 18'e 3 dəfə bölünür 120 dərəcə. Bu da keçdi 54'də 12 vurulsun 360. 6'ya 18'e 3 dəfə 18'e 20 dəfə. Bu da gedir 4 80 dərəcə. Hamısını elə ki dərəcəyə çeviririk. Bir də 54'də axırıncı bu 8 vurulsun 360. 18'e 3 18'e 20. Bu da oy. 8'i 20'ye vuranda 160. 163'e təqribən bölünəcək burada. Deməli burada bir tane bu hissə qaldı. Düz saymadım. 54 20 8'di də. Bu da təqribən hesablayaq. 8 böl 4 vur 360. Təqribən 53 dərəcədə bunu götürə bilərik. Yaxşı. İndi bir dənə dairəvi diaqram çəkək. Orta mərkəzini qeyd edirik. Deməli, bizə lazımdır 40 dərəcə. Hər bir belə, bax, ortadan 4'ə bölünəndə bu 25 dərəcəni göstərir. Yəni 90 dərəcədir. İndi 40 bundan xeyli az olmalıdır. Bunların hamısını transport edən özünüz ölçərsiniz. Əsas bu hissəsi göstərmək lazım idi. Onu da mən göstərdim. Baxın, bir 53 dərəcə, bir 80 dərəcə, 120 dərəcə, 100 dərəcə, bir də 40 dərəcə. Bunları özünüz göstərərsiniz evdə. Çünki mənim transportumdan burada işləyə bilmirəm. İndi deyir ki, müzakirənin nəticələri cədvəldə göstərildiyi kimidir. Cədvəldə verilmiş məlumatları hansı qrafik formada təqdim etmək əlverişlidir? Məlumatları əlverişli hesab etdiyiniz formada tətbiq edin. Belə eləyək. Bunu da bayaqki kimi histogramda göstərə bilərik. Faizlərə bölərik. 20%, 40%, 60%, 80%, 100%. Qalsın deyənləri, məsələn 25, 35% qalsın demirmi? 30% burada, 35%. Buradan göstərə bilərik. Mesela tutalım 20%, 40%, 60%, 80%, bu da 100%. Bura mesela qalsın deyənlərin yeridir. Bunun bir tərəfi də qalmasın, sökülsün deyənlərdir. Tamamlayanda 100'ə baxın. Bura qalmasın deyir 65%. 65%. Burada fərqli bir qələmlə eləyin 35% qalsın. Sonra təzədən 30, 39, 55% qalsın deyir 55%. Məsələn, təzədən 45% qalmasın deyir. Yazacağıq belə 55%, 55% aşağıda. 45% qalsın. Məsələn, buranı bu rənglə eləyək. Oy. 55, 45 idi ora. Buranı mesela bu rənglə eləyin, aşağısını fərqli rənglərin. Bu qayda ilə ikisini də eləmək olar. 8-ci sual. Nazimin kitabxanasında 250 bədii, 125 elmi, 25 isə ensiklopediya və lüğət var. Bu məlumata uyğun dairəvi diaqram qurun. Yenə də 250 bədii,
Bədii. 125 elmi. 25 de ensiklopedi. Bunu elmi diyək. Çünki bu da 20 ensiklopedi E ilə başlayır. Ensiklopediya. Cəmi neçə kitab olur? 150, 250, 400 dənə kitab var. Gəlin bunun faizini tapaq. Bədilər. Bədii. 400'ün 250'sidir. Vururam 100%'e. 100 100'e bir defa, 400 100'e 4 defa. 250'ni de 4'e böləndə 125 62.5 faiz. 60 62 yok 150 150 125 62.5'e 62.5 faiz. İkinci elmi kütləvi. Elmi 125'i bölürük 400'e vururuq 100'e. O da eləyir 31,75. Gəldi bir dənə qaldı 25. Ensiklopediya. 25'i bölürəm 400'e vururam 100'e. O da eləyir 6,25. Gəlin indi hamısını düzəldək. Bu da faiz. Bir dənə çevrəmizi çəkirik. Altmış 62,5'dir. Baxın 62,5 yarıdan çoxdur da. Hardasa mərkəz burası. Baxın 62,5 deyə bilərik. Bu olsun 62 yarım. Sonra yani bədilər, bədii. Sonra geldik elmi, yani 31%. Artı 25% ortadansa 31% böyle bir şey olabilir. Bu 31 neydi? Elmi. 31 tam %25. 75. Burada kaldı 6%, 25. Bu da ensiklopediyalar. Bunlar da farklı renkte renkleyebilirsiniz. Bu da belə. Hamısı bunların ancaq bəzəmə, qurama, belə şeylər. Keçək o bir suala. Həyati siyasəyə uyğun bir məsələ yazın və dairəvi diaqramda təqdim edin. Buna aid də nə sorğu keçirdə bilərsiniz? Məsələn, öz əşyalarınız arasında və yaxud da ki, nə bilim, kolleksiyanız varsa, kolleksiyanız haqqında yaza bilərsiniz. Bir çox burada nümunələr qurmaq olar. 9'a baxaq. Bir araşdırma mövzusu fikirləşin. Külliyyat və seçimi müəyyənləşdirin. Seçiminizin külliyyatı həqiqətən təmsil etdiyini əsaslaşdırın. Bu da ona aiddir. Sorğu aparmaqdır. Məsələn, sizin yaşadığınız yerdə nəyə ehtiyac var? Elə bir yer var ki, burada məsələn hər hansı bir parka ehtiyac var. Yaşadığınız yerdə baxın görün parka ehtiyac varmı? Sonra gedin bütün əhalidən sorğu-sual edin. Birinci, sizin məhlənizdə neçə nəfərin yaşadığını müəyyən edin. Məsələn, birincisi külliyyatınız. Sorğunu hara yönəldirsiniz? Siz məhlə üçün bir şey eləmək istəyirsinizsə, məsələn, atıram məhlədəki adamların sayını çıxardın. Məhlədə neçə nəfər yaşayır? Məhlədəki insanlar. Siz gedib hər evdən bir-bir soruşub, yəni bunu sorğu-sual eləməz ki, görüm hər məhlədə neçə insan yaşayır, yəni öz yaşadığınız yerdə neçə insan yaşayır. Bu bizim külliyyatımızdır. Sonra gedirəm mən hər evi seçirəm. Seçim olaraq da hər evdən bir adam götürürəm. Hər evdən bir nəfər. Hər evdən bir nəfər. Hər evdən bir nəfər soruşuram ki, bura park ehtiyacdır, ehtiyac deyil. Seçimə görə sonra nəticə çıxardırıq. Neçə nəfər hə deyir, neçə nəfər yox deyir. Və onu ümumi məhlədəki insanların sayına vururuq. Məsələn, fikirləşək ki, məhlənizdə 200 nəfər yaşayır. 200 nəfər yaşayır. Bu bizim külliyyatımızdır. Siz gedirsiniz, 20 adamdan soruşursunuz. 20 nəfər. Tutaq ki, 20, bu bizim seçimimizdir. Seçim. 20 nəfərin 5'i sizin sualınıza hə cavabı verir. Hə. Veya 15 olsun.
5 nəfəri yox deyir. 20-də 5-i. Yox dedi mi? İndi bizə lazımdır proqnoz. Proqnozu tapmaq üçün də bu 20-də 15 deyil. 20-də 15-i vururuq bütöv nəfərlər. Nə qədər adam var idi ümumi? 200-ə. 200. O da eləyir 10, 150. Deməli, 150 nəfər bizim proqnozumuzdur. Yenə deyirəm, mən bu rəqəmləri özümdən çıxartdım. Bu da belə. Proqnoza aid də bir nümunə özümüz yazmış olduq. Gələn səfər gələn dərslərin videosunu çəkəcəm. İzlədiyiniz üçün təşəkkür edirəm.